Can, bu nə gözəllikdir belə. Qaqa, həqiqətən də Məhəmmədlinin ən gözəl bir dənə evinin çəkilişinə gəlmişik. Bax, bir dənə bu naves var, Brat. Elə 10 mindən çox bunun xərci var. Şəxsi tikili axtarırlar, deyirlər, nə bilim, keyfiyyətli olsun. Həqiqətən şəxsi tikilidir. Qarşısı çıxdığın asfalt yoldur. Məktəb burada, bağça burada, Araz market, ekonom market. Belə desək, Məhəmmədlinin göbəyində 2 dənə qardaşın ev olub, biri satılıb, biri qalıb. Qaqa, nə var burada? İstədiyin ağac əkməyə yerimiz var. Bunun özü həm bisetka kimi, həm maşınımız sabahları üzü yaya gedir da, istidən qoruyur, yağışdan qoruyur, doludan qoruyur. Gördün də dolu yağdı nə qədər. 2 dənə, 3 dənə maşınlıq yeri. Burada ad günü keçirt, şad günü keçirt, əli. Bir də ən böyük özəlliyi nədir? Heç bir qonşu səni görmür. Bunun özü də böyük bir şeydir. Evin 4 tərəfinə kurqon fırlanmağa yerimiz var. Kombisinə qədər varıdır. Hündür bir ərazi, gözəl bir yer. Bir də ən böyük özəlliyi nədir, qardaş? Əşyalarını götür, gir yaşa. Da nə salmağa ehtiyac yoxdur. Əşyalı satılır, hə qaqa bu? Tam əşyalı. O tərəfindən də hər tərəfinə kurqon keçməyə Mənim qardaşım, burada mərkəzi kanalizasiya da var. Mərkəzi kanalizasiya. Qardaş, gördün də bu yağışda. Haradakı mərkəzi kanalizasiya sistemi var, orada problem olmadı. Yəni, nə qədər su yaxsa belə mərkəzi kanalizasiyadır, götürüb aparır. Buranı bir dənə götür. Məhəmmədlinin qardaş, ən problemi nə idi? Nəm. Mərkəzi kanalizasiyanın olmamağı. Ümumiyyətlə, tək Məhəmmədli yox. Bakı ərazisində haradakı mərkəzi kanalizasiya olmadı, insanlar problem yaşadı. Elə ki, mərkəzi kanalizasiya var, demək evin bütün təhlükələrdən, yağışdan uzaqdır. Bir dənə mətbəxini də götür. Maşallah. Qardaş, heç nə, kombisinə, radiatorlarına, hamısı var. Bir dənə paltarını götür, gir yaşa. Elə tək bunun mebellərini pula hesablasan gör nə qədərdir. Əli, bir dənə yataq otağını çək, Brat. Genişdir ya, qaqa. İşıqlı, aynanı açırsan da divar tutmayıb səni. Bax, belə geniş yataq otağıdır. Hamısı bunun şərtdir. Bir dənə rəqəm gələcək, indi bir dənə görünən bir şok rəqəm. Bura növbəti yataq otağıdır. Qaqa, Məhəmmədildə ümumiyyətlə kənar yerdə çox evlər çəkmirəm, amma bunu atdılar mənə. Dedim, bunu mən satmalıyam, satlası evdir. Bu da bunun sanitar qovşağı. Qiymət bilirsən neçə, Brat? Paket kupça, ipoteka, kredit hər birinə yararlı 114.000 manat. Super əşyalı. Əşyalı, navesi, paketi, qazı, işığı, suyu heç nəyə götürmür. Dostlar, gedim əşya alım, nə bilim, naves tikdirim, bisetka tikdirim, hamısı mövcuddur. Sənət kupça, alt, üst beton, kimə maraqlı olsa 114.000 manat 050 798 98 99 takip atıfrəyə yazın ki, bu evi salaq kəşfiyyata. Gözəl mənim qardaşım. Həqiqətən kim alarsa Allah xeyir. Mərkəzi kanalizasiyadan böyük özəllikdir. O heç də daha.